Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın tətbiq etdiyi yeni ticarət tarifləri iPhone-ların qiymətində də əhəmiyyətli artıma səbəb olacaq. Misyas xarici mediaya istinadən xəbər verir ki, analitiklər Apple şirkətinin məşhur smartfonunun qiymətinin ithal mallarına tətbiq edilən kütləvi tariflər səbəbindən qiymətin $2300 çata biləcəyini və bunun xüsusilə Çindən gələn məhsullara təsir edəcəyini proqnozlaşdırırlar. Çünki Çin bazarda iPhone istehsalının cəmləşdiyi ölkədir. Rosenblatt Securities şirkətinin məlumatına görə hazırda ABŞ-də $800 satılan iPhone 16-nın bazar modeli 43% bahalaşaraq $1142 yüksələ bilər. Top modellər üçün qiymət artımı daha da nəzərə çarpacaq. Məsələn, 1 TB yaddaşa malik iPhone 16 Pro Max-ın hazırda qiyməti $1600-dırsa, qiymətin $2300 çata biləcəyi proqnozlaşdırılır. Zərintac Mayız qızı, Təbriz Qoliyev, Misya TV.